Salamlayıram hamını, bütün izləyicilərimizi. Bir gün Saray kəndindəyik. Dadaşov Familin qonağıyıq, çəkilişə gəlmişik. Famil, buyur. Salam aleyküm. Hamı salamlayıram. Sən də xoş gəlmisən. Çox sağ ol. Dadaşov Famil Rahiboğlu. 1987-ci ildə Saray kəndində anadan olmuşam. Ərdəsə bir 6-7 yaşımdan da kuş saxlamışam. Kuş bazı öyrənmişim. İndi də saxlayıram. Böyüklərdən görmüşük, getmişik. Famil, neçə ildir kuş saxlayırsan? Moruz hardasa 6-7 yaşımdan saxlayıram. 40 yaşım var. 65 il. 34 il. Təxminə də ortalama 35 il. 5-6 yaşımdan saxlayıram. Sonra növbəti sualımızı verək sənə Famil. İlk kuşun nə rəngdə olub və hardan almısan? İlk kuşu 1997-ci ildə bu həyətə köçəndə, köhnə həyətdən bura köçəndə ilk kuşu 3 dənə bala daim verir. Qırmızı bulaq balı idi, ağ balı idi, nədir gölçək verir. Sonra da qol məğrəbə də hərəsi bir dənə verir. Artırmışıq, tutmuşıq, tərəfmişik. Biz o yandan bir yana gəlib çıxmışıq o da. Yəni növbəti sualımıza keçək. Bakı kuşunun nə cür, nə formada olub? Bakı kuşunu bir formada görürəm. Bakı kuşun başqa forması ola bilmez. Bakı kuşun forması sinəsi biraz enli olur. Quyruqları yığcam olur. Adətən 12-13 üstündə olur. 14-15 olan da olur. Ayaqları biraz çox hündür olmur. Normal olur. İncəliyi var da, başqa kuşun incəliyi var. Başqa sortlardan seçilir. Növbəti suala keçək. Bu yaşvacan hansı saatları görmüsən? Yəni ağır saatdan gedir söhbət. Ağır saatları 2005-ci ilə kimi görmüşəm. 2005-ci ildə getdim əsgəriyə. Ondan sonra gəldim də kuşlarda ölənlər zatlar vardı bələrlə. Hardasa ondan sonra 7, 8, keçən illər 9-da görmüşük. Başına gələn ən maraqlı hadisə Famil. Maraqlı hadisə hardasa bir 99-cu ildə olub. Deməli 10 dənə quşum qaldı gecəyə. Səhər durdum, quşum da az idi. Səhər durdum 8 dənə uçurdum ki, görüb gələnlər ola. 8 dənə də duman götürdü, getdi 10 dənə. Başım uçağım zadım qalmadı. Belə bir hadisə başladı. Sən Famil, növbəti sualımız köhnə kuşlardan, nişanlardan, itib batanlardan. Köhnə nişanlardan itib batan bu dəqiqə yallılar. Yallılar demək olar ki, yox. Yəni, olsa da teknik olar. Şəbəkələrdir, dəstə şəbəkələrdir, qoz quyruqlardır, nicə quyruqlardır, yoşan quyruqlardır. Sonra yan boynu güllülər vardı, belə zirəli kimi gedirdi. Beləcə quşlar vardı. O quşlar rast gəlmir. Yəni, sosial şəbəkələrdə də görmürəm, quşları da rast gəlmir. Sonra keçək növbəti sualımıza. Hansı rənglərə üstünlük verirsən? Mən biraz gördüyüm kimi nişanlı quşlara üstünlük verirəm, bədireylərə üstünlük verirəm. Bir-iki dənə quşun içində olur. Yəni, çoxluq təşkil edən məsələn ağdır, qara qoyurdur, boz qoyurdur, boynu güllüdür. Nişanlı quşlar, nə yapaq? Hər ən bir zövqü vardır ki, bədirey saxlayır. Mən həmişə demişəm, bədirey saxlamaq yəni ayıb. Bədirey saxlamaqda yaxşısını saxlamaq lazım, gözəlini saxlamaq lazım. Hər rəngin pisi də var, yaxşısı da var. Nə bilim, mənim nişanlı quşlar daha çox hoşuma gəlir. Yəni növbəti sualımıza keçək Famil. Növbəti sual da belədir ki, Bakı kuşu necə uçmalıdır? Qanuni. Bakı kuşu deyəndə ki, çox adam danışır, hərə bir cür danışır. Mən də bildiyimdən, gördüyümdən danışır. Böylərimdən. Bakı kuşu qalxar yerindən, gedər oturar yerində. Yarım saat olar indi oyanmayan gec oturar yerində. Gec oturan da var, gec oturan da var. Gedər quş saatını tamamlayar. Arada 2-4 saatdan bir özün görsələr,
Saatını tamamlayar. Çıxar yerindən 15-20 dəqiqəyə gələr düşər yerə. Və aşağı yuxarı eləməz, dala qabaq eləməz, sağa sol eləməz. Biz belə şey görməmişik. Amma son vaxtda belə şeylər yəni adət alınır. Yəni saat yığmağın dərdindən deyirəm. Necəsə çoxalıb belə şeylər aşağı yuxarı sayırlarla qeyd edirlər. Və bizim quşlara yəni xas görməlidir. Uzağı da nə bilim olub 1 saata, 45 dəqiqəyə. O da ağır saatla gələn quş olur. Asla gəlir. Yəni adətən 5-6 saat uçan quşda, 7 saatdan quşda yerindən çıxdı 15-20 dəqiqə yerində. Yəni bu görmüşük də, belə də eşitmişik. Həmişə dəfələrlə şahid olmuşuq. Keçirik növbəti suala. Gözlü quş necə olmalıdır səncə? İstər bala, istər güvən. Valla gözlü quşu özün əldə edirsən də, törədirsən, biri-birinə vurursan, üstündə işləyirsən. Olur ki, quş hər ikisi uçandır, alınmır, balalığa gözü alınmır. O vaxt tələb edir, zaman tələb edir. Uçurtduqca bilirsən də bu gözü var, ağlı var. Hazır reallıqdır, bala quşu tutub kəsilir. Nə demək istəyirsən? Valla Quşbaz bala quşun qənədini kəsməz. Ümumiyyətlə yay aylarında quşbaz quşun qənədini kəsməz, tutulma quşu. Baxır indi hansı halda tutulub da indi. Oradan çıxdı düşdü, buradan çıxdı düşdü. Vidini allanıb kəsirsən, quşbaz deyil. Temboli balanı vahşim kəsmək olmaz. Quşu çurdasan ki uçsun da və biləsən nə var nə yox. Hələ bundan yoxdur, ondan yoxdur. Kəs tök yerə, arada da quş yoxdur. Keçək növbəti sualımıza. Uçurtduğun quşları yemləmək deyək, dənləmək deyək, suyuna baxmağa necə baxırsan? Sulanı hər gün dəyişirəm. Hər gün səhər-səhər sulanı dəyişirəm. Yemləmək də ki, indi qışda görürsən ki, bir səhər, bir axşam yemləyirik. Amma yayda indi xırda-xırda dənləyirik də. Çünki biraz ac olmalıdır, çəksin salmalıdır. İndi hərə bir cür baxır da, indi mənim də baxma tərzim bu cürdür. Mən az dən verirəm, çox dən vermirəm. Çünki bədən formasını almalıdır quş, bəs bədəni qurumalıdır quşun. Yəni, gəl bir dənə də növbəti sualım. Ola. Yəni, belə deyim də, gəlçinlərlə bağlı xəstəliklər çox olur, həddindən çox. Çox quşbaz əziyyət çəkir, amma xəstəlik gəlir. Vaksinlə bağlı, vaksin vurursan quşlara, vurmursan, məsləhət görürsən, görmürsən. Mən vaksini məsləhət görürəm. Çünki özüm də vururam, xeyrini də görürəm. Yəni, neçə il, 3-4 il bundan qabaq vurmırdım. Baş əyri idi, əsmə idi, quruma idi. İmkan verməydi quşbazlıq eləyir. Şimdi Allah'a şükür vaksin vururam, o xəstəliklərdən uzağam. Məsləhət görürəm, tövsiyə edirəm ki, hamı bu vaksindən istifadə eləsin. Yəni, sağlam olsa quş, sağlam da bala verəcək. Belə bir sual da verim. Bu sual da müzakirələr çox səbəb olur. Sual belədir ki, ağır saatla gələn quş, deyək ki, 39-40 dərəcə istidə, gəlib düşəndə 4-5 dəfə oynayıb düşmək barəsində. Ağır saatla quşun gəlib oynamağı biraz məmmalı məsələdir. Mən belə şey görməmişik, də eşitməmişik. İndi görməmişik, o demək deyil ki, mənim rastıma çıxmayıb. Quş qalxdığı kimi heç vaxt düşəndə elə oynaya bilməz. Mümkün olan şeydir. Quşun da gəlib düşəndə oynama səbəbi laxboş oynayır. O quş yerini tanıyır. Yəni bildirir ki, bu yeri onun yeridir. Sevindiyindən belə, yəni quşun belə bir xüsusiyyəti var. Yəni qalxdığı kimi mümkündür. O qalxdığı kimi gəlib oynayırsa quş hansısa damdan gəlir, nə bilim hardansa gəlir. Bir sual da vereyim, hələ bu da müzakirələrə səbəbdir. Nömrə vurmaq quşa, zəngələmək, verməmək çox maraqlı bir şeydir. Adam var verir, adam var vermir. Qardaşım, məni tanıyırsınız da, mən Liboy oğlanın quşunu verirəm. Elə olur ki, maşına qoyuram, gələ bilmir, aparam qapısına verirəm. Əvvəllər vururdum nömrə. İndi tək-tük qalıb nömrəli quşlar. Çoxsu zəng eləmir, nə bilim. Çoxsu zəng eləyir, halallıq istəyir. Nə bilim, soruşur atası anası nə quş deyir, saxlamağa dəyər, nə bilim. Sən elə bilmirsən bunu saxlamağa dəyər, deyməz. Gizli suallar, adam narahat eləyirlər. Yəni, mən həmişə demişəm, quşu verəcəksənsə zəng elə. Verməyəcəksənsə zəng eləmə, yəni narahat eləmə zaman. Köhnə saray quşbazlarından, yəni ağsaqqallardan adını çəkmək. Köhnələrdən, məsələn, rəhmətliklərdən
deyim də, rəhmətlilərdən Ağabey olub bu yandan. Sonra rəhmətli Həsən əmi olub. Onun oğlu Fazil olub. Hər ikisi rəhmət edib, Allah rəhmət eləsin. Sonra Kəbilə Hidayət olub. Sonra o da rəhmətə gedib. Eynullah da rəhmətə gedib. Sonra Kamal rəhmətə gedib rəhmətlilərdən. Sonra Hatəm əminin atası Nadir kişi. O da rəhmətə gedib. Ona da deyim ki, elə ilk quşu Köhnə Saraydan Təzə Saraya gətirənlərdən biri Nadir əmi olub. Hatəm əminin atası. Sonra yuxarı məhəllədən mənim qohumlarım Tapdıq əmi olub, Maçə əmi olub, Arif əmi olub, sonra Miseyib olub quşbazlardan, sonra Xavər olub, sonra Gülağa əmin atası Fəraməz əmi olub, rəhmətlilərdən, Əmr Əhməd olub, İskəndər olub, sonra İldırım olub, Heybət olub, Behli olub, sonra Əmr Əhmədi dedim deyəsən, Əmr Əhməd olub, sonra Akif olub, Məhərrəm əmi olub, Surxay əmi olub, sonra Aslan olub, rəhmətli Aslan, sonra Vaqif əmi olub, Talehin atası, Qəssab Talehin atası. Yəni kənddə çox güclü quşbazlar olub, rəhmətə gedənlər. Rəhmətə gedəndən bir çoxsunu görmüşdüm. Görmədiklərim də olub, görmədiklərim də böyüklərimizdən eşitmişəm. Rəhmətli əmim saxlayıb. Mən də əmimlə, atamdan öyrənmişəm, dayımdan öyrənmişəm. Rəhmətli Eynullah var bizim köhnə məhəllə, güclü quşbazdır. Ondan öyrənmişəm. Quş da veriblər mənə. İndiki havalarla bağlı nə deyə bilərsən? İndiki havalar yəni quşun yaxşısına, pisinə baxmır, aparır. Pisi də aparır, yaxşını da aparır. O vaxtı ancaq göydə yaxşı quş yerdi, indi pisi də yedir. Bir gündə 3 dəfə hava dəyişir. 3 dəfə. Bu yazıq quşları qınamıram. Quşlar həmən quşlardır. Hava həmən havadır. O vaxtı məsələn elə hava bir dəfə səhər xəzri olurdu. Axşamazan xəzridir. İndi saat 11-əcən xəzridir. 11-dən 2-əcən buz onu yelidir. Axşamüstü də gilavardır. Bir gün sonra bir dənə də qayıdır tezləndən xəzriyə. Bu quş necə gəlsin tapsın yerin? İndiki vaxtdan göydən çox quş gedir. Çox gedir. Mən məsələn keçən illəri mənim 12 dənə əla quşum getdi. Əlanın əlası. Biri də gəlmədi. Uzaq gediblər ki, o quşlar 3 ilin, 5 ilin quşları idi. Dəfələrlə gecəyə qoymuşam, Privorada qoymuşam, gəliblər. Axız dəfə gəlmədilər. Hamısı da iyul ayında gedir. Quşları, yəni göydə tapmaqla bağlı. Güzgü ilə baxardılar, binokl ilə baxardılar, gözlə baxardılar. Keçmişdə quşları göydə yaxşı gözü olanlar tapırdı quşu. Yəni çünki quşu uçurdan o quşun harda olduğunu bilir, hansı istiqamət uçduğunu bilir. Daha yaxşısı bir evdən bir 200 metr, 100 metr aralı dayanarsan o quşlar daha yaxşı tapmaq olur. Məsələn bax Kəbilə Hidayət Allah rəhmət eləsin. Yaşı var idi. O Toçkada görəndə quşu heç kim görmürdü. O yarımavada görəndə biz Toçkada gördük quşu. Yəni həddindən artıq güclü görürdü o quşu. Yaxşı da quşları vardı. O vaxt cavanlığında yaxşı quşbazlıq eləyir. İndi biz onun qocalığını görmüşük. Amma yenə də yaxşı quşları var. Onun quşxanasından onun bala çıxardı həftə ilə. Uçardı, ayaq qoymaz yer, elə gələrdi Prome quşxanaya girərdi. İndi sual verim, sarayda indiki quşbazlardan kimləri tanırsan, kimlərin adını çəkə bilərsən? İndiki quşbazlardan məsələn mənim Pakaleynem var, məndən böyük var. Məsələn məndən böyüklər sənin Aton elə Etibar əmidir. İndi qardaşlardır, Elxandır, Eyşəndir, Gülağa əmidir, Səxavət əmidir, Qaradır, Əlbəndədir. Yəni bunlar bizdən yaşlı böyüklərdir. Sonra yaddan çıxanlar da var indi üzrü saysınlar. Cavanlardan indi sənsən, mənəm, Abdullahdır, Tariyeldir, sonra İsadır, Raqib kişidir, Allah ona can sağlığı versin. Yəni Xənəmidir, saxlayanlardan var, İkramdır. Mən Səxavət əmi də özü də saxlayır.
Sonra daim saxlayır. Daim indirə saxlayır. Mən belə indi. Sonradan kəndə gələnlər də var, qıraqlardan gələnlər də var. Onların o qədər münasibətim yoxdur. Amir, bir çox yarışlar gedir. İnşallah sən də yarışa qoşulursan. Hansı yarışa qoşulursan? Salamatçılıq olsun, mən də nömrə 1 yarışına qoşulmuşam. Bir 13-14 nəfər üzvdür. Hamısına uğurlar arzulayıram. Saray kəndindən mən qoşulmuşam. Sonra Saray kəndindən bir başqa bir yarış da var. Uşaqlar öz aralarında bala yarışı eləyirlər. Bir boş bir yer var. Yığıblar, uçurdacaqlar. Onlara da uğurlar arzulayıram. Kəndimizin adıdır. Mən də onların adından uçurdacağam. Onlar da mənim adımdan uçurdacaq. Qonşumdur Ruslan. Xoş gəlmisən Ruslan. Xoş günümüzə gələk, şadlıqlara gələk inşallah. Sən də xoş gəlmisən. Familin Xoş günümüzə gələk. İnşallah famil də yarışdadır. Yəni quşların haqqında nə deyə bilərsən familin? Quşların adını görmüsən. Əvvəla onu vurğulayım ki, Allah hamıya can sağlığı versin. Hər kəsi salamlayıram. O kim ki yarışdadır, hər bir kəsə uğurlar arzulayıram. Amin. İlk növbədə. Çünki o kimin inşallah öz gücünü göstərsin. Çünki bu elə bir şey ki, yarışdır. Dilxoşluq yarışıdır. Biz bura müharibəyə gəlmirik, bir şeyə gəlmirik. Elə şad gündür, yığışırıq, dilxoşluğumuzu eləyirik, quşları uçurduruq, tamaşa eləyirik. Elə o nəyi söz bəsdir. Maşallah olsun, qonşum da ki, elə qonşu deyirəm da. Uçurdur, həmişə elə öz heytimdə gəlib burada da tamaşa eləyirik, saatlarını görürük, yaxşı nəticələr görürük. İnşallah uğurlar arzulayıram. Elə çempionluğa layiq oğlansan. Sağ ol, çox sağ ol qonşu. Allah canını sağ eləsin. Həmişə dəstək olmusan. Allah qonşuluqdan səni əksik eləməsin. Var ol. Amin. Çeşişlərimiz çox olacaq. Sizdə nasıldır? Yəni takibdir, bəyənidir. Həvəsləndirsiniz bizi, çeşişimiz çox olacaq inşallah. Sağ olun, gələn görüşlərəcək. Kaldırın.